Başlayalım. Sıkıntı mevzusunda toxunacağımız məqamlar. Bax, necə nəcür hansı suala cavab verməsi aydındır. Necə nəcür hansı suala cavab verir. Bilirsiniz ki, bu suallara başqa hissəsində cavab verə bilər. Zərfdə cavab verə bilər. Eyni zamanda fe'l sifətlə cavab verə bilər. Elə deyilmi? Baxın, məsələn, o gözəl danışır cümləsində gözəl danışır. Təbii ki, bu feildən əvvəl gəlib deyə bunu zərf götürəcəksə, sifət deyil. Necə sualına cavab versə də. Gələn adam dostumdur. Dostumdur kim? Adam hansı adam? Gələn. Təyin vəzifəsinə çıxır. Hansı sualına cavab verməsinə baxmayaraq, bu feil sifətdir. Bu primitiv amma yenə də toxunar. Sifətin içərisində toxunacağımız əsas məqamlar. Birinci qurur sönürlərinə toxunacaq. Qurur sönürləri sadə, düzəltmə və mürəkkəb olur. Sadə sifətlər kök qrammatik şəkilsi, ya kökdən, ya da kök qrammatikdən ibarət olur. Qrammatik şəkilsilər hansılardır? Sifətin özünə məxsus olan qrammatik şəkilsi yoxdur. Düzdür, dərəcə şəkilslərini biz şərt olaraq deyirik qrammatik şəkilslərdir. Dərəcə şəkilslərin içərisində şəkilsəşmiş formalar var ki, ona qrammatik götürülür. Bir dərəcədir, bir də isim aydınman qrammatik şəkilsləri qəbul etməsidir. Yəni cəmi, mənsubiyyəti, halı və xəbəri qəbul edirsə, biz bunu götürəcək sadə isim, belə sadə sifət. Məsələn, götürək ki, ağıllığı var. Yəni, ağıl sözün kökü, burada eksi var qrammatik. Əslində, ağıllı düzəltmədir. Olsun, dəvilər. Dəvli sözün kökü, dəvli qrammatik, sadə söz götürüləcək. Düzəltmə olma vəziyyətində fikir verəcəyiniz əsas məqam nədən ibarətdir. Burada 3-4 dənə şəkilsi var. Birinci, daşı şəkilsidir, çı şəkilsidir, sız və bu şəkilsidir ki, bu 4 dənə şəkilsindən bağlı həmişə sual sağlar. Düzəltmə olması üçün müxtəlif şəkilsilər, məsələn, zarafat hissinə sığ şəkilsi artırarsan, zarafatsız yaradarsan, məsələn, kəs feilinə icra artırarsan, kəssiz yaradarsan, müxtəlif birisi şəkilsilər vasitəsilə yaradır. Bunlar ayrı məsələdir, yəni hamısının düzəltmə olmasına toxunmaya ehtiyac yoxdur. Bizə əsas 4 dənə şəkilsi. Əvvəlcə daşı və ki şəkilsi bir qrup başlayır. Deməli, sifət yaradan digər şəkilslərlə düzələn sifətlər hər suala cavab verir. Bax, məsələn, duzlu yemək, necə yemək? Nəcür yemək, hansı yemək? Zarafatsız insan, necə insan, nəcür insan, hansı insan? Hər bir sualın üstündə cavab verir. Amma daşı və ki şəkilsindən düzələn sifətlər yalnız hansı sualına cavab verir? Yəni, necə, nəcür sualına cavab verilir. Testlərdə də sağlar ki, aşağıdakı variantların birində sifətin sualı digərlərindən fərqlidir. Deməli, səndən nəyə soruşur? Daşı və ki şəkilsindən axtarmağa soruşur ki, həmin şəkilsindən hansı sualına cavab verir, necə, nəcür sualına cavab verə bilir. Bir də, ən çaşdırıcı məqam, evdəki hadisə yadıma düşdü. Yadıma düşdüyən hadisə, hansı hadisə? Evdəki. Burada ən çox səhv edilən məqam buna haradakı sualına verilməsidir. Haradakı hadisə. Belə verməli deyilik. Yəni, qrammatikada haradakı sualı yoxdur. Və yaxud səhərki hadisə. Bəzən nə zaman ki deyirlər, nə zaman ki deyilən sualı yoxdur deyə, sən buna bir məna olaraq sifətin sualını, yəni hansı sualını verməlisən. Bir də bunların içərisində daşı şəkilsi də, ki şəkilsi də. Hər ikisi özündən əvvəl qrammatik şəkilsi qəbul edə bilər. Məsələn, evimdəki sözündə ev sözünün kökü im qrammatik dəkil eksikdir. Yəni, özündən əvvəl qrammatik qəbul edə bilir. Bir də sız şəkilsindən dairdir. Məsələn, sənədlər, siz, sız şəkilsi də özündən əvvəl qrammatik qəbul edə bilir. Ki da, məsələn, səninki sözündə ki leksik şəkilsi də özündən əvvəl qrammatik qəbul edə bilir. Ki şəkilsindən bağlı, toxunacağım məqam. Video seçməsinə baxmayın, daha sual verə bilərsiniz də səsinin düşməsində bir sorun yoxdur. Yəni, heç kim bilmiş işiksiz. Ki şəkilsindən bağlı toxunacağımız məqam odur ki, ki şəkilsi sifətlər düzəldə bilər, isim də düzəldə bilər. İsim düzəldilməsini necə müəyyənləşdirəcəksiniz? Əgər ki şəkilsindən əvvəl qrammatik şəkilsi gəlirsə, deməli, həmin nümunədə isim yaradır. Yox, qrammatik şəkilsi gəlməyibsə, sifət yaradır. Səhərki sözündə qrammatik şəkilsi yoxdur ki, deyil, sifət yaradır. Amma səninki sözündə əvvəldə qrammatik şəkilsi varmı? Nə yaradır? İsim yaradır. Özündən əvvəl qrammatik şəkilsi gəlsə, isim yaradır. Özündən əvvəl qrammatik şəkilsi gəlməsə, sifət yaradır. Deməli, burada toxunacağımız məqam var. Burada şəkilsi və sız şəkilsindən burada bağlı kiçik bir nüans var. Baxım yolu işte. Deməli, bu şəkilsili söz. Deyirəm ki, sualınız var isə, qayğılı günlər. Qayğılı günlər. Günlər hansı günlər? Qayğılı. Qayğılı sözün kökü burada eksik. Deməli, isimdən əvvəl gəldi, sifət oldu. Bir də deyirəm ki, qayğılı görsənər, qayğılı görünür. İndi fikir verəcəyiniz məqamlardır. İsimdən əvvəl gələnləri götürürsən, sifət feildən əvvəl gələnləri götürürsən, zət. Digərlərində hamısında eyni vəziyyətdir.
Məsələn, deyirəm ki, o kəsici danışır. Kəsici danışır. Necə danışır kəsici? Burada nələr götürdünüz? Kəsici aləttər sifət. Yəni, digər şəkilsələr düzələn sifətlərdə də isimdən əvvəl gələndə sifət götürürsən, feildən əvvəl gələndə zərf götürürsən. Amma sız şəkilsinə bir şey verəcəksən. Əslində, sız şəkilsində də eyni vəziyyətdir. Bax, götürək ki, o mənasız danışır, mənasız danışır, mənasız danışır. Necə danışır? Mənasız. Feildən əvvəl gələndə götürəcəksən. Zərf. Məsələn, mənasız ömür. Lap ustası qoyulan şeylər məzədir. Mənasız ömür. Hansı ömür? Burada nə oldu? Sifət kimi şəkildir. Deməli, feildən əvvəl gələndə zərf olur, isimdən əvvəl gələndə sifət olur. Amma sız şəkilsi, sız şəkilsi aiddir. Əvəzliyə artırılma vəziyyətində, əvəzlik plus sız şəkilsi artırıbsa, feildən əvvəl gələndə də isimdən əvvəl gələndə zərf götürülür. Belə üzrə sifət götürülür. Bax, məsələn, deyirəm ki, sənsiz günlər, hansı günlər sənsiz sifət oldu? Deyirəm, sənsiz yaşamaq, sənsiz yaşamaq. Feildən əvvəl gələndə normalda nə olmalıdır? Zərf. Amma sız şəkilsi əvəzliyə artırılma vəziyyətində feildən əvvəl də gəlsə, nə götürəcəksən? Sifət götürəcəksən. Buraya bir problemimiz yoxdur ki. Deməli, başqa iki şəkilsən toxundu. Mürəkkəb sifətlərlə də bağlı. Elə bir ekstramız suallar salmır, çətin suallar düşmür. Sadəcə mürəkkəb sifətlərdə toxunacağımız məqam, bir dənə əsas məqam var, onu deyəcək. Deməli, sadə sifətlərdən sonra və ya düzəltmə sifətlərdən sonra isim təşkil də gələ bilər, cəmlə də gələ bilər. Məsələn, yaxşı dost da deyə bilərsən, yaxşı dostlar da deyə bilərsən. Hər ikisini cəmlə təşkil edə bilərsən, cəmlə də bilə bilərsən. Düzəltmə də eyni vəziyyətdir. Zarafatsız dost, zarafatsız dostlar işlədə bildim. Əsas məqam mürəkkəb olma məqamıdır. Mürəkkəb olma məqamında eyni sözün təşkillə yaranmaq, istisna olmaq vəziyyətində digər vəziyyətlərdə təşkil ola bilər, cəmlə ola bilər. Məsələn, deyirəm ki, deməli, açıq, ürəkli adamlar. Hansı adamlar? Adama da deyə bilərsən, adam da deyə bilərsən. Hər iki vəziyyətin işlədilməsi mümkündür. Burada əsas fikir verəcəyimiz önəmli qeyd budur ki, eyni sifətin təşkilatla yaranan sifətlərdən sonra gələn isim cəmdə olmalıdır. Yəni, sən burada şirin-şirin söhbət deyə bilmərsən. Şirin-şirin söhbət deyə bilmərsən. Çünki eyni sifətin təşkilatla yaranan sifətdən sonra gələn isim cəm şəkilsi qəbul edilir, cəmdə olmalıdır. Bəzən belə testlər salır, nöqtə qoyur, deyir, bunun ardınca yazıla bilər. Cavablarda yazır ki, söhbət sözünü. Sən deyirsən ki, sifətdən sonra isim gələ bilər də, amma nəyə bir şey verməlisən? Bu mürəkkəb sifətdir. Necə olmalı isim? Cəmdə işlədilməli. Bu təklər deyil, cavab olaraq götürə bilməlisən. Sifətin dərəcələri məsələsinə gəldikdə isə, yəni bu bursa növünlə bağlı budur. Dərəcələri məsələsində isə adi, azaltma və çoxaltma dərəcəsi olmaqla 3 yerə bölünür. Adi dərəcədə aydındır da. Burada mənim toxunacağım məqam adi dərəcədə balaca sözdür. Məsələn, ağ, sarı, qırmızı hamısı adi dərəcədədir. Balaca sözü sadə sözdür deyə bu azaltma və çoxaltma dərəcəsi hesab olunmur da. Yəni, buna götürəcəksən, adi dərəcədə götürəcəksən. Bəzən məlumat üçün deyirəm, bax, sadə sözdür, adi dərəcədədir. Məlumat üçün deyirəm, Qəzənfər müəllim kitabında Qəzənfər Şazımovda ca şəkilsi, leksik şəkilsi kimi verilir, bala sözü üçlü canın leksik verilir. Amma bu vəziyyətində sadə söz və adi dərəcəsi olan sifət götürülür. Çoxaltma və azaltma dərəcəsinə toxunum. Ona toxunmamışdan əvvəl bir məqamda deyim. Sifət yaradan dakı, ki, ivi şəkilsi və liş şəkilsindən düzələn sifətlər. Deməli, adi və yalnız adi dərəcədə olur. Yalnız yerində daha doğrusu adi dərəcədə olur. Çoxaltma və azaltma dərəcəsində verə bilmirsən. Məsələn, evdəki sifətini sən necə çoxaltma dərəcəsində verə bilərsən, necə azaltma dərəcəsində verə bilərsən? Yəni, adi dərəcədə olmuş olur. Amma dakıya bağlı bir istisna məqam var. İstisna məqam var ki, çoxaltma dərəcəsində verə bilərsən. Məsələn, uzaqdakı, ən uzaqdakı kənd görünür. Görürsünüz, normalda dakı şəkilsindən düzələn sifət azaltma və çoxaltma dərəcəsində olmur. Amma kökü zərf olan, irəlidəki, uzaqdakı, oradakı və s. Bu vəziyyətlərində daşı şəkilsi işlədilməsinə baxmayaraq çoxaltma dərəcəsi götürə bilirsən. Bu qeydlər... Kökü zərf olanlar. Həm də yoxlamaq da lazımdır. Onlar bəlkə yalnızında məhdudlaşdırmayan, onlar bəlkə gəlirmə çıxar ki, orada fərqli vəziyyət ola bilər. Yəni, yoxlamaq lazımdır. Bunların heç birini digər videolarda deməmişim. Bir də, nəyə toxunacam? Yazdığınız cümlədə çoxaltma olması sansın? Ən uzaqdakı kənd. Ən ədatlıları çoxaltma. Uzaqdakı kənd. Uzaqdakı sözü sifətdir, ən də çoxaltma dərəcəsi. Bir də, burada nəyə toxunacaq? Azaltma və çoxaltma dərəcəsi. Çoxaltma dərəcəsini 2 yolla yaranır, 2 yolla.
Morfoloji və sintaktik yol. Morfoloji yol M, P, R, S ədadları, belə samitləri və C ədadı vasitəsilə yaranır. Burada canlı dilin soxunun sonra mövzusları danışarım. Can qoşma kimi də işlədir. Zərf üzərində neksik şəkil içində işlədir. Sifətin çoxaltma dərəcəsi olar. Deyir ki, bunu necə fərqləndirəcəm? Birinci növbədə yadında saxlamalısan ki, dərəcə əlaməti sifətə aiddir. Bax, məsələn, yaxşıca dincəli cümləsində, dincəli necə dincəli? Yaxşıca. Yaxşı sözün kökü ca ədaddır. Amma çoxaltma dərəcəsini yaratmır. Çünki yaxşı hansının hissəsidir? Zərfdir burada. Feildən əvvəlcə baxır. Yəni, çoxaltma dərəcəsi feilə aid olan, sifətə aid olan xüsusiyyətdir. Başqa hissəsində çoxaltma dərəcəsi axtara bilmərsən. Bax, məsələn, şeirdə belə bir nümunə var. Yaxşıca yaltaqlan, yaxşıca yalvar. Yaxşıca yalvarana, yaxşıca yalvar. Qəşəng nümunələr. Yaxşıca yaltaqlan, yaxşıca yalvar. Yaxşıca yalvarana, yaxşıca yalvar. Bax, yaxşıca yalvarana, yaxşıca yalvarana, yaxşıca yalvar, yaxşıca yalvar. Yalvar da burada, isim. Deməli, onda bu nədir götürəcəksən? Çoxaltma dərəcəsi götürəcək. Amma burada yaxşıca sözündə feildən əvvəl gəldiyinə görə sən dərəcə əməliyyəti götürə bilməyəcəksən və ca ədad olacaq. İndi yeri gəlmişdən deyim ki, ca ədad kimi çıxış etmə vəziyyətində, yəni çoxaltma dərəcəsi yaradır və zərfə də artıla bilir. Zərfə artırma vəziyyətində canın ədad və leksik şəkilsi olmasını necə fərqləndirəcəksən? Əgər dil anlayışı bildirirsə, ca zərf üzərdən leksik şəkilsidir. Məsələn, rusca danışma. Burada zərf üzərdən leksik şəkilsidir. Dil anlayışı bildirirsə, ca şəkilsi qrammatik şəkilsidir. Sifətdə qrammatik şəkil söylürsən. İndi bir də bir şey deyim sizə. Ehmalca sözündə, amma zərf üzərdən leksik şəkilsi çıxış edir. Biraz dolaşıqdır bu, amma yadınızda saxlayaq. Deməli, dərəcə məzmunu ifadə eləmə vəziyyətində, yaxşıca dincəldi, məsələn, yaxşıca yalvardı vəziyyətlərdə canı götürülür, ədad. Zərf götürmə vəziyyəti necə olmalıdır? Dil anlayışı bildirməlidir. Amma fikir verəcəyiniz məqam, ca, əgər kökü zərf olan və ya kökü sifət olan sözə artırılıbsa nə olacaq bu? Ədad. Yaxşı söz nədir? Zərfdir. Yaxşı söz nədir? Sifətdir. Deməli, nədir? Ədad. Amma kökü isim olan sözə artırılırsa, nə götürəcəksin leksik şəkilsi? Bəli, ehmalda. Görsən, Rus nədir? İsimdir. Burada dil anlayışı bildirdi. Burada da isimdə amma nə yaratdı? Zərf yaratmış oldu. İndi canla bağlı başqa nə qaldı? Toxunacağım. Canla bağlı. Ehmalda sözünü dedik. Məncə başqa işləm. Bir də qoşma vəziyyəti var. Qoşma vəziyyətində qısaca üstündən keçsin. Yerinə qədər qoyanda, bunun niyə üstündən keçsin? Çünki qoşmada geniş toxunacam. Yerinə qədər qoyanda, ilə qoyanda, görə qoyanda və fərqi ilə sözünü qoyanda, fərqi ilə. Bu sözlərdən hər hansına birini yerinə qoyursan, qoşma olur. Uşaqca ağlı yoxdur. Nə? Uşaq qədər, elə? Yol boyunca gəldilər. Yol boyu ilə. İsimin mənasına görə. Yaşsa məndən böyükdür. Yaş fərqi ilə məndən böyükdür. Deməli, yerinə bunları qoyanda nə götürəcəksən? Qoşma. Qoymadığın halda digər vəziyyətlərdə olur. Ədad və yaxud da ki, zərf sözdə leksik şəkilsi. Deyirəm ki, oradaca dayanır. Ora sözün kökü, qrammatik. Nə götürdün? Ədad. Niyə? İsim artırılmır. Nəyə artırılır? Zərfə. Zərfə və sifətə artırılanda nə götürürsən? Ədad. Amma isim artırma vəziyyətində nə götürdün? Zərf sözdə leksik şəkilsi. Buraya qədər bir sıxıntımız yoxdur. Geniş şəkildə hamısına toxunduq. İndi sifətin çoxaltma dərəcəsində toxunacağımız digər məqam. Sifətin çoxaltma dərəcəsi M+-ına yaranma vəziyyətində vurğu yalnız birinci hecəyə düşür. M+-ına yaranma vəziyyətində. Və necə yaradırsan? Qara sifətinin çoxaltma dərəcəsi yaradırsan. İlk iki hərfini götürürsən, qanı götürdün. M+-ına birini artırsan, necə olacaq? Qab, tərsən qara sözünü götürürsən, olur qab-qara. O vurğu birinci hecəyə düşür. Burada fikir verəcəyiniz ağ sözdür. Bir də düz sözdür ki, bunlar məsələn, məsələn, dümdüz. Bunlar hansı morfoloji yolun, hansı sintaktik yoluna yaranır? Baxın yoldaşlar. Sintaktik yolun hansı sözlə yaranır? Tünd, düym, zil, qara bu sözlərdə deyil, zil sözlərlə yaranır. İndi burada dümağ da var, dümdüz də var. Hansı morfoloji yoldur, hansı sintaktik yoldur? Biz deyirik ki, iki şərfi götürsənlər, ağ sözündə iki şərfini götürəsi olsa, hərf qalmış qalmır. Deməli, onda dümağ hansı yoluna yaranır? Sintaktik yoluna. Yəni, düm burada nədir? Hissəcikdir.
Amma dümdüz sözündə dünü götürəsi olsanız da qaldırma. Elə dünü götürdü, mıprısından birini artırdım, düz sözünü köçürdüm. Onda dündüz söz necə yarandı? Morfoloji yoluna. Duman süzansiyonu yarandı. Sintaktik yolu. Aydındır. Keçdik növbəti. Mıprısdan yaranma vəziyyətində vurğu yalnız birə düşür. Amma zərəratına yaranma vəziyyətində vurğu canın üzərine düşür. Zor qalacaq. Desək ki, sifətin çoxaltma dərəcəsi morfoloji yoluna yarananda vurğu yalnız birinci hissəyə düşür. Sifətdir. Mıprısından birinci hissəyə düşür. Cana sonuncu hissənin üzərine düşür. Keçdik növbəti. Deməli, sintaktik olmanın hansı vasitədən yaranır? La, daha, çox, olduqca, bir də tün, düyüm və zil vasitəsindən yaranır. Buradan çox toxunacağım məqam, olduqca sözünü iki vəziyyətdə düşünə bilərsən. Olduqca sözünü iki vəziyyətdə düşünə bilərsən. Olduqca, qablı meyvələrdən mənə də verir. Burada necə düşünə bilərsən? Yəni, meyvələr olduqsa, var olduqsa mənə də verir, feil kimi, o sözün köküdürsə, feil bağlama şəkilsi. Bir də olduqsa zat daldı, yəni çox daldı meyvələrdə, həm çoxaltma dərəcəsi üçün düşünərsən, həm düşünmüyə bilərsən. Aydındır. Deməli, olduqsa sözündən sonra tünc sözü bizə lazımdır. Aydındır. Deyim ki, baxın, şimdi bunu izləyən olsa, müəllimlərdən sən başa düşəcək. Amma toplu üzərindən dərs keçir. Mənim üçün daha rahatdır. Bunların heç birindən toxunmaram. Sifətlə bağlı 10 dəqiqə icazə verirəm. Dini testinə çox suala baxmaram. Maksimum 3-4 dənə sual var. Yəni dərs 40 dəqiqə, 45 dəqiqə geçinlaşır və evə tez edirəm. Amma adamın vicdanı məsələsi var ki, vicdan önemlidir. Yəni bunlar sənin çətin gəlsə də sənin ixtisasın da, yəni sən ifadəsinin müəllimliyi oxumuyursan, bir əldə oxuyursan deyə məcburən öyrənməlisən. Tünc sözünü deyir. Deməli, tünc sözündən bağlı özündən sonra bez işarəsi işlədilməli dərəcə əlamət edilirsən. Məsələn, tünd qara paltar deyirəm, paltar aldım. Aldım nə? Paltar, hansı paltar? Qara, hansı tünd? Arasında bez işarəsi yoxdursa, bunu necə götürəcəksən? Çoxaltma dərəcəsi götürə bilməyəcəksən. Qara sözü A dərəcədə olan sifət, tünd sözü A dərəcədə olan sifət. Və sintaktik təhlil edəndə ayrı-ayrı təhlil edə bilirsən. Amma bunu istifadə edəcək olsan, artıq çoxaltma dərəcəsindədir və sintaktik təhlil bir yerə götürür. Həm də bunu mürəkkəb sifət götürürsən. Yəni, hepsinin yazılan vəziyyətlər var, onları həm də mürəkkəb sifətlə götürürsən. Həm də çoxaltma dərəcəsi götürdü, həm də mürəkkəb sifət götürdü. Burada elə bir şey qalmalı. Bir də bilirsiniz də ən az, ən çox sözləri nə götürəcəksiniz? Ən az, ən çox sözləri çoxaltma dərəcəsi götürməyəcəksiniz də. Çünki az və çox söz sifət deyil axı. Sayılı deyil, amma çoxaltma dərəcəsi götürməyəcəksiniz. Yeri gəlmişəm. Deyirəm ki, o qapqara geyinmişdir. Bilirəm ki, o, məsələn, dümdüz dayanmışdır. İndi burada çox kiçik məqam var. Element testində var, bunlar bax deyiləm, səhv eləməyim. Qapqara geyinmişdir, dümdüz dayanmışdır. Deyir ki, hansı cümlədə çoxaltma dərəcəsində olan sifət var? Hansı cümlədə var? Hər ikisində var, yoxsa yalnız birində var? Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət var? Hər ikisində var, yoxsa yalnız birində var? Hansında? Qapqara, birində qapqara. Dümdüz hər zərfi zərfi. Necə mənləşdirik? Sözü qap hissəsini və düm hissəsini çıxar. Söz nədir? Qara. Hansı sözdür? Düz sözdür. Zərf rəng bildirə bilmir. Birinci qayda budur ki, zərf rəng bildirə bilmir. Qara söz nədir? Deməli, rəng bildirən sifətsə bunu götürəcəksən sifət və çoxaltma dərəcəsindədir. Baxmayaraq ki, sintaktik təhlildə sən bunu zərfli götürəcəksən. Elə sintaktikdə zərfli götürməyinə baxmayaraq nə götürəcəksən? Çoxaltma dərəcəsi olan sifətdir. Amma burada necə mənləşdirəcəksən? Düm hissəsini sil, sözünə qalır, düz sözü. Digər qaydalardır. Bu hissələri siləndə verilən sözü zərf kimi çıxış etdirə bilirsənsə, həmin sözü feildən əvvəl gəlsə zərf götürəcəksən. Nə demək istəyirəm? Qapqara sözündə qara sözü zərf kimi çıxış etdirə bilərsən? Yox. Deməli, yalnız götürəcəksən. Çoxaltma dərəcəsində sifət. Dümdüz sözündə düz söz zərf kimi olur? Olur. Deməli, götürəcəksən. Bunu zərf götürəcəksən. Bunun qaydası necə oldu? Dümdüz, qapqara, sapsarı bu cümlələrdə əvvəlki hissəni sil, yeri qalan söz zərf kimi çıxış edirsə, həmin sözü zərf götürəcəksən. Zərf kimi çıxış etmirsə, çoxaltma dərəcəsində sifət götürəcəksən. Aydındır.
Məsələn, otaq sap-sarı bəzədilmişdir. Sap-sarını götürdük, çoxaltma dərəcəsi. Niyə? Çünki sarı sözü zərfşim işlədə bilmir. Saplatdım, sarı sözü zərfşim işlədə bilmir. Yeri gəlmişdən, sap-sarı, qapqara sözlər sadə götürülür də. Qapqara, qara. Burada köşkləri və qapqara götürəcəksən. Çünki M-pırısı vasitəsinin yaranmada çoxaltma dərəcəsində çəkicilərini götürürük. Qrammatik. Belə bir vəziyyətdə yoxdur. Qrammatik, sonra köşklərlə vəziyyət yoxdur. Deməli, söz yanlış köşklər deməkdir. Bir dənə qalır. Sintaktik olma yaranmanı dedik. Azaltma dərəcəsi. Azaltma dərəcəsi morfoloji olma və sintaktik olma. Morfoloji olma hansılardır? Şın, sual, ıntı, ra. Deməli, bunlardır bir də ımtıraq da var. Sintaktik olma ala, açıq, kəm, təhər. Yalnız bəniz yoxdur. Bəniz sözü yoxdur. Məsələn, ağ bəniz desə azaltma dərəcəsində deyil. Amma qara yalnız desə azaltma dərəcəsindədir. Bəniz yoxdur, amma yalnız var. Burada toxunacağımız məsələ, deməli, açıq sözündən bağlı toxunacaq. Açıq söz dərəcə əlaməti bildirilməsi üçün özündən sonra nəşr edilən söz gəlməlidir. Məsələn, açıq, aşikar fikirlər desən, sən bunu azaltma dərəcəsində götürə bilmərsən. Çünki aşikar nəşr bildirmir. Amma açıq sarı paltar desən, özündən sonra nəşr edilən söz gəlir deyə azaltma dərəcəsində götürə biləcəksən. Digər qaydaların hamısını kitabda yazmışam. Nələr ki var? Əslində hamısında dərsdə də toxunduğum heç videolarda da var. Başqa nə qalır? Sifətin isimləşməsi. Sifət necə isimləşmiş olur? Necə sualına cavab verən söz cümlə daxilində isimli sualına cavab verir. Qoca gəldi hansı hissəsidir? Sifət elə. Qoca gəldi. Kim gəldi? Neynədir? Sifət isimləşdi. Sifətin isimləşməsi çətin bir şey deyil də. Ayrılıqda necə sualına cavab verən söz cümlə daxilində isimli sualına cavab verirsə, deməli həmin sifət isimləşir.